Heydər bəy, 44 günlük müharibə ilə bağlı hansı xatirələrinizi bizimlə paylaşa bilərsiniz? Şeyda xanım, mən xatirələrim çoxdur müharibə ilə bağlı. Siz bilirsiniz ki, bir hərbi jurnalist olaraq 44 günlük Vətən müharibəsində biz buradaydıq çəkiliş qrupu olaraq. Digər çəkiliş qrupları kimi biz yeganə deyildik. Təbii ki, düşünürəm Azərbaycan mediası öz borcunu yerinə yetirdi. Xatirələrə gəldikdə düşünürəm ki, bütün xatirələr hansı birini danışsam da, hamısı Azərbaycan əsgərinin, zabitinin zəfər arzusu, zəfər istəyi, yenilməzliyi və əzminin göstəricisidir bütün bu xatirələr. Baxın, mən sizə bir epizod danışım müharibənin ilk günlərindən. Təxminən 20-ci ilin sentyabrın 28-i, 29-u olardı hardasa. Tərtər istiqamətində kəndlərin birində biz çəkiliş aparırdıq artilleriya atəşi zamanı və kənd təxliyə olunmuşdu. Orada əhali yox idi. Çünki müharibənin ilk günlərindən bilirsiniz ki, icra orqanları bütün əhalini çıxartmışdı. Lakin orada bir ağbirçək qadın var idi və artilleriya atəşinin cəhənnəmin ortasında bir gördük ki, məhəllənin darvazası açıldı və oradan o xanım çıxdı. Biz dedik ki, ana siz burada nə edirsiniz? Gəlin biz sizi aparaq maşından təhlükəsiz yerə. Qadın da çöndü dedi ki, abala, mənim oğlum orada irəlidə səngərdə maxedir. Mən hara qaçım buradan? Bu həm Azərbaycan əskəri, həm Azərbaycan anasıdır. Bu xatirələrdən çoxdur Sevda xanım. Mən bunları danışdıqca hissiyatlanıram. Biraz da varıram o xatirələrə.